İnsan əgər otursa, fikirləşsə ki, mən kiməm? Mən hardan gəlmişəm? Mən hara gedirəm? Məni nə üçün yaradıblar? Əgər bunu bilsə, mən dünyada heyvanla nə fərqim var mənim? Məni nə məqsədə yaradıblar? O məqsədə mən nə qədər yaxınlaşmışam? Nə qədər o məqsəddən uzaqlaşmışam? Əgər insan otursa, dəqiq ağılla bunlar barəsində fikirləşsə, ömrü abad olar. Ömrü abad olar. Necə insanın evi abad olur? Deyirlər filan kəs, evin abad olsun. Necə insanın ölkəsi abad ola bilər? Necə insanın öz yaşadığı məhəllə abad ola bilər? Bax, insanın ömrü də abad ola bilər. İnsanın ömrünün abadçılığı ola bilsin ki, hədislərdə oxuyacaq ki, insanın ömrünün abadçılığı budur ki, ömr elə-belə keçməyə. Ömr boşa keçməyə. Boşa keçməyə. Kasetləri siz görübsünüz, kasetləri ki yazırlar. Özün maqnitofon qoyubsan ora, kaseti də qoyubsan onun içinə, istəyirsən ki, məsəl üçün birinin səsini yazasan, ya məsəl üçün bir çəkiliş eləyəsən, öz işündür də sənin. İndi ki, o kaseti yazırlar, bəzən görürsən ki, bir nəfər buradan durur, gedir, yerinə başqası gəlir. Kaset orada nə yazır? Boş yazır. Hissət yazmır. Nə var ki yazır? Bəzi kasetləri görürsən, yarım saatin içində 5 dəqiqə yazılıb. Boş yazılıb. Amma bəzi kasetləri görürsən, əvvəldən axıra doludur. Buyurur, insanın ömrü o cür keçir. Bəzi yol insanın ömrünə baxarlar, görərlər 60 ilin içində 2 dənə, 5 dənə, 10 dənə, 50 dənə, 60 dənə bir dərdə dəyən, kara gələn bir əməl var. Ondan qalan hamısı qurt yemiş meyvə kimindir, tökçül hamısı. Buyurur, bax, qoyma boşa keçə. Ömür əgər boşa keçsə, onda ömür abad deyir. Ömür xaraba qalır. Ömrün abadçılığı budur ki, boşa keçməyə. Hər hissəsində bir şey sən özü üçün zəxirə eləyibsən, saxlayıbsan. Qiyamətin günündə elə ki, insanların əməllərini gətirdilər, açdılar, ondan sonra görəcəksən ki, ağlama orada başlandı. Onda başına vuracaq. Mən elə bilirdim, yalan sözdür bunlar. Mən elə bilirdim, bunlar boş sözdür yalnız. Bizi kim dirildi? Necə gəldik bura? İlahi qaytar. İndi başa düşdü. Amma da qaytar. Keçdi. Və bu barədə nə qədər desən ayə var. Necə peşman olacaqlar? Buyurur, bax, ömrün abadçılığı budur ki, 60 il sənin ömründən, əgər 60 il ömr eləyibsən, onun 15-in çıxacaqlar oğlan uşağına. Qalacaq neçəsi? Riyazi oxuyanlar desin, 45-i. 45 ildə sənən 45 il namaz, 45 il oruc, 45 ilin içində ibadətlər, itaətlər nə eləyibsən gətir? Hanı 45 il? Bu mühasiblər yaxşı bilər idarələrdə. İdarələrdə bu maliyyə işlərə baxanlar var, mühasiblər. Onlar görürsən ki, idarədə bəzi adama bir hələlik pul verirlər. Deyir də, dəqiqə başı gəlmə mənim üstümə. Məsəl üçün, sənə $1000 verirəm, ayın başında gələrsən, məndən hesablaşarsan. Benzin əgər tökəcəksən, tök, başqa işlər, idarəyə nə lazımdır, hamısın elə, ayın başında gələrsən, hesab eləyərik. İndi ayın başında oturublar. Mühasib ona deyir ki, yaxşı, mən sənə nə qədər vermişdim? Deyirsən, mənə $1000 vermişdin. Deyir, yaxşı, indi mənim $1000'ımı ver. Deyir, $1000 yoxdur ki. Deyir, lazım deyir $1000 öz yola. Əgər sənədin var, əgər çekin var, əgər faktorun var, onları da gətirə bilərsən. Ondan bu da çıxadır, deyir ki, məsələn, filan yerdə sən özün dedin, filan şey al, mən də aldım, çek bu $100. Yaxşı, çıxdı. Qaldı nə qədərsə 900 verməlisən. $50 da filan yerə dedin ver, yaxşı, qəbul.
onu da çıxdım. Qaldı 850. Nə qədər faktur gətirsən, nə qədər çek gətirə bilsə canı qutaracaq. O qədər ki gətirə bilmir, o bunun boynundadır, hamı ver gəlsin. Ya dolların özün ver, ya da onun yerinə çek ver. Qiyamətin günündə deyərlər, ya sən 60 il sənə ömür vermişdin, onun 15'in çıxıram ki, balıq dövrüdür. Qaldı 45'i. İndi 45'i hesapla bir-bir. Dəqiqə-dəqiqə, saniyə-saniyə. 45 ili saniyə-saniyə təhvil verəcəksən. Namazlarını istəyəcəklər, oruçlarını istəyəcəklər, ibadətlərini istəyəcəklər. Harda ömür Allah deyən yerdə sərf olub, o çəkdir sənə. Səbt olub, orada yazılıb. Ehtiyac yoxdur, sən çək alıb aparasan burada. Ya 10 manat verəsən, deyəsən mənə 100 manatlıq çək ver. Onlar hamısı buradadır. Hamısı yazılıb, ömür əvvəldən axıra yazılıb. Hardaydın, hamısını lentə yığıblar. Quranın ayələrində var, buyurur, biz istinsaq eləyirik. İstinsaq, qabaq bu lent çıxmamışdı, bu ayəni məna eləmək çətin olurdu. İndi kiday çıxıb, bu da istinsaq eləyir o da. Ona deyər istinsaq. İndi sabahları özü istədiyi vaxt ona baxa bilər. Amma o yox idi, biz bunu başa sala bilmirdik ki, istinsaq nədir? Deyək, belə də şey olar. Adamı çəkələrdən, belə şey olmaz. Odur ki, Allah buyurur, siz o dəqiqədən ki, balıq olubsunuz, ta son nəfəsinizəcən hamısını lentə yığıblar, hamısını saxlayıblar. Avropa ölkələrində, bir yanlarda da yavaş-yavaş tapılır indi, yollarda belə bu gözlərdən qoyublar. O baxır sənə, küçələrdə ki, gedirsən şəhərin içində, işığa dayandın, dayanmadın, bir yerdə qanunu pozdun, pozmadın, sənə baxırlar orada. Ondan sonra sənə gəlirlər, xəbər verirlər ki, bax, sən filan yerdə, filan gün qırmızı işığa dayanmadın, getdin. Deyir, yox, belə şey yoxdur. Deyir, yox, sənin cəzon budur ki, məsəl üçün 5 euro verəcəksən, sən üçün qırmızı işığa dayanmadın. Deyir, yox, siz səhv eləyirsiniz. Səhv eləyirik, onda buyur, aparırlar. Yaxşı qəşəng ustuzat qoyurlar, hörmət eləyirlər. Ondan vırırlar düyməni, açırlar, baxır özünə, görür, mən gəldim. Gəldim, baxdım, işığa dayanmadım, qaz verdim. Ondan deyir, yaxşı, o kimidir? Başını salır aşağı. Başını aşağı salanda, deyir, bu ki səni də gətirdik, ora baxdın, 10 euro da bunun xərci idi. Oldu 15 euro. Buyurur, qiyamətin günündə bu cür olacaq. Bütün insanların, əməllərin hamısını qoyacaqlar baba. Hamısına baxacaq. Quran buyurur, həm balaca əməllərinə, həm böyük əməllərinə. Orada peşman olacaq ki, mən ömrü heçə vermişəm ki. Odur Həzrət buyurur, bax, əgər bir adam ömrün fikr eləməklə abad eləsə, onda bu adam görərsən də yavaş-yavaş əməllərin düzəltdir. Əgər bilirsən ki, sənin bu əməlləri qoyacaqlar, baxacaqsınız, onda sən özü yaxşı yapararsan. Bu çəkiliş eləyənlər görürsən bəzi məcalisdən, məclislərdə zatda, bəzi adamın xəbəri olmur, çəkiliş eləyirlər. Görürsən, biri əlin qulağına aparır, biri əlin bırnına aparır, biri nə bilim yatır, biri pis oturur, cürəbə-cürə. Amma onu görcən tez durur, qəşəng oturur. Bilir ki, çəkirlər. Həzrət buyurur, əgər sən bilirsən ki, səni çəkirlər, əgər bilirsən ki, qiyamətin günündə açacaqlar, Peyğəmbərin yanında buna baxacaqlar, onda sən bən niyə özü pis aparırsan, pis günlərdə səni çəkirlər. Pis günlərdə çəkirlər səni. Və buyurur, əgər bir adam təmiz-təmiz otursa, fikirləşsə, belə bir fikirləşən adam qəflətdən aylar. Qəflət yuxusu ki, insanı tutub, buyurur, əgər qəflət yuxusundan istəyirsən, aylasan, onda gərəksən oturub fikir eləyəsən. Bunları fikirləşəsən, ondan sonra qafillikdən çıxasan.
Həzrət buyurur, qəflət nədir? Buyurur, əgər bir adam, Əli əleyhissalamın hədisidir, qafil o adamdır, o adam qəflətdə yaşayır ki, ömrü elə belə keçir, boşu-boşuna keçir. Əgər bir adamın ömrü boşu-boşuna keçir, onda bu adam qəflətdə yaşayır. Bir dəfə ki, ayılacaq, ondan sonra fayda verməyəcək. Deyəcək, mən pis vaxt ayıldım. İş işdən keçəndən sonra ayılmışam. Əzraili başım üstə görəndən sonra ayılmışam da xeyri yoxdur. Dünənə qədər xeyri var idi. Bir saat ondan qabağa qədər xeyri var idi. Amma Əzraili görəndən sonra ki, xırt dəhləyim istir məni apara deyəm, dayan tövbə eləyim də dayan yoxdur. Orada qutardı, bağlandı. Buyurur, bax, əgər bir adam gördün ömrün boşu-boşuna, heç zada ömrü keçir, bil o adam qəflətdədir. Həzrət buyurur, hədislərdə var, deyir, Loğman öz oğluna nəsiyyət eləyəndə dedi ki, mənim balam, bil ki, bax, qəflətdə yaşayan insanların əlamətlərindən biri də budur ki, nisyanda yaşayarlar. Yadlarından çıxar ki, onlar nəyə gəlmişdilər. Odur ki, buyurur, bax, qəflətdən ayrılın. Qafil adamın əlamətindən budur ki, yadından çıxıb nəyə gəlib bura. Necə o xəstə yadından çıxıb ki, nəyə gəlib bizə? Mən dedim, nəyə gəlibsən? Dedi, yadımdan çıxdı. Qaydirdi, soruşurdu. Buyurur, qafil adam dünyada otur olar. Onu göndəriblər, Allah ondan söz alıb axı o üzdən. Allah buyurur, mən sizdən söz almışam, hamuzdan orada. Ki, dünyaya sizi göndərirəm, məni ibadət eləyəcəksiniz. Orada söz almışam deyil sizdən, şeytanı ibadət eləməyəcəksiniz. Məni ibadət eləyəcəksiniz. Qəbul deyil, qalu bəla. Hamısı deyib, bəli, ilahi, qəbul deyil. İndi gəlib bura, o yadından çıxır. Yadından çıxıb ki, bura nəyə gəlmişdi? Elə bilir, gəlmişdi burada içməyə. Elə bilir ki, gəlmişdi burada bu işlərə. Həmin belədir. O düşü buyurur, yox, yaduzdan çıxmasın. Loğman oğluna nəsiyyət eləyəndə deyir ki, oğlum, istəyirsən qafil adamları tanıyasan, əlamətlərindən biri budur ki, onların yadından çıxıb bura nəyə gəlmişdilər. O məqsədə ki, gəliblər, onu tamamilə qoyublar qırağa. İndi başqa məqsədə qulluq edirlər. Şeytan yoldan çıxardıb, öz ibadətinə bunları çəkib gətirir.